Bismillahirrahmanirrahim. Bizi izləyən bütün tamaşaçıları salamlayıram və hamıya Allah Taala'dan səadət dolu həyat arzulayıram. Bildiyiniz kimi, keçən söhbətlərimizin əsası və söhbətimizin əsas mövzusu Allahın ədaləti idi. Yəni, söhbətimiz Allahın ədalətində idi və bu haqda lazım olan girişlərə işarə etdik, lazım olan müqəddimələri vurğuladıq və bu yolda lazım olan əsas məsələləri tamaşaçıların diqqətinə çatdırdıq. Keçən söhbətimizdə ədalət mövzusunun tarixinə işarə etdik və qeyd olundu ki, ədalət mövzusu əsas mövzulardan olduğundan, böyük əhəmiyyət daşıdığından, kəlam elmində və kəlam alimləri, teoloq alimləri bu mövzuya çox böyük əhəmiyyətlə yanaşmış və bu mövzu haqqında kitablar yazmış, belə ki, mübahisələr nəticəsində hətta qruplaşmalar yaranmışdır. Bu qruplaşmalardan biz keçən söhbətimizdə Mü'təzilə və Əşairə məktəblərinə və qruplarına işarə etdik və qeyd etdik ki, Mü'təzilə məktəbi ədalətdən himayə etmək üçün Allahın ədalət məsələsini öndəmə və əsas məsələ bildiyi üçün Əşairə tərəfindən tövhidin əleyhinə olaraq ittiham olundular. Yəni, Mü'təzilə məktəbi Allahın ədalətindən himayə etmək üçün əfali tövhiddən keçən dəfə qeyd etdiyimizə əsasən Allahın əfali tövhidindən əl götürdü və həmçinin qarşıda Əşairə məktəbi, Əşairə qruplaşması da tövhidi möhkəm saxlamaq üçün və yəqin ki, əfali tövhidi möhkəm saxlamaq üçün Allahın ədalətindən üz döndərdi. Yəni, bilərəkdən və birbaşa olaraq Allahın ədalətini inkar etməsələr belə, onların fikirlərinin nəticəsi Allahın ədalətinin inkarı ilə nəticələndi. Yəni, bütün işləri Allaha tapşırır və insanları məcburi şəkildə və insanları məcbur məxluq kimi tanıtdırdılar. Belə olan şəkildə, yəni insanlar etdikləri əməllər özlərindən deyil, hər bir şey Allaha bağlıdır və Allahın mükafatlandırması və cəzalandırması insanların əməli bərabərində olmayacaqdır və bu yəqin ki, nəticədə Allahın ədalətsizliyi ilə nəticələnir və göstərilir. Bu səbəbdən nəticə alındı ki, bu iki qruplaşma bir-biri ilə qarşılaşmada hər hansı bir güclü və əsas məsələlərə toxunduqları ilə bərabər böyük zəifliklərini də göstərdilər. Yəni, qeyd etdiyim kimi, Mü'təzilə məktəbi tövhid əfalidən üz döndərdi, yəni bütün işləri Allahdan başqa insanların ixtiyarına qoydu və Allahın insanları yaratdıqdan sonra onların üzərində heç bir demək olar ixtiyar yoxdur və bütün ixtiyarlar insanlara həvalə olunur. Və həmçinin qarşıda Əşairə məktəbi isə Allahın əfali tövhidindən himayə etmək üçün Allahın ədalətindən üz döndərdilər. Amma qısa da olmuş olsa, əsas həqiqi bir məktəb və ya nəzəriyyəyə biz işarə etdik ki, Əhl-i Beyt məktəbində qeyd olundu ki, ilahi ədalət, Allahın ədalətini yəqin ki, biz vəhyin özündən və həmçinin vəhyi alıb insanlara çatdıran Peyğəmbərdən və eləcə də yüksək kamil şəkildə ədalətə sahib olan insanlar və eləcə də
kamil şəkildə ədalətə sahib olan Peyğəmbərin əhl-i beytindən biz öyrənsək, yəqin ki, biz həqiqətə nail ola bilərik. Və bu yolda bir çox hədislər, bir çox mövzular bu haqda əhl-i beytdən, Peyğəmbərdən və həmçinin Quranın özündən biz başa düşürük ki, bizi həqiqətə sövq etdirir, həqiqətə tərəf istiqamətləndirir. Bu məsələyə hamı diqqət etməlidir və diqqət etməliyik ki, tövhid ədalətlə və ədalət də tövhidlə heç vaxtı qarşı-qarşıya dura bilməz. Biz söhbətlərimizdən belə başa düşdük ki, keçən söhbətlərdən və həmçinin qruplaşmaların bir-biri ilə qarşılaşmasından bu nəticəni aldıq ki, ədalət olan yerdə tövhidin bir qismi əldən gedir və tövhid olan yerdə nəticədə ədalət yaddan çıxarılır. Amma həqiqi Əhl-i Beytin məktəbində və Peyğəmbərin cümlələrində və eləcə də Qur'ana diqqətlə baxmaqla nəticə alırıq ki, bu iki həqiqət bir-biri ilə ziddiyyətdə deyil və bir-biri ilə çiyin-bə-çiyinə dayanmışdır. Və bu səbəbdən görürük ki, İslam aləmində dinin əsaslarında da tövhid və ədaləti yan-bayana yanaşı gətirir və bu həqiqəti çatdırır ki, bunlar bir-biri ilə ziddiyyətdə deyildirlər. Bu məsələ üçün biz görürük ki, insanlar Əhl-i Beytin biz rəvayətlərinə müraciət etsək, görərik ki, mərhum Səduq İslamın böyük şəxsiyyətlərindən və hədis rəvayət edən şəxsiyyətlərdəndir ki, yəni İslamda Şia, məxsusən də Şia aləmində 4 böyük əsas hədis kitabından birinin müəllifi olan mərhum Səduq ki, Mən la yəhzurul fəqih kitabının müəllifidir və Muhammedun Səlasdan biri hesablanır. Hədis aləmində Muhammedun Səlas deyilən şəxsiyyətlərdir ki, 4 hədis kitabını ən əsaslı olan 4 hədis kitabının müəllifidirlər ki, hər üçünün adı Muhammeddir və ləqəbləri də Əbu Cəfər. Onlardan biri mərhum Səduqdur. Şeyx Səduq öz Tohid kitabında İmam Baqir və İmam Cəfər Sadiq əleyhissalamdan belə bir rəvayəti, belə bir hədisi qeyd edir ki, buyurur: İnnallâhe əzzə və cəl ərhəmə bi xəlqihi min ən yücbərə xəlqəhu aləz-zunub. İmam Cəfər Sadiq əleyhissalam hədisdə buyurur ki, Allah Teala mehribandır, çox mehribandır ki, və öz bəndələrini məcbur etməz və nəticədə onları məcbur etdiyi şeylə əzablandırmaz. Yəni Allah Teala bütün insanlara qarşı mehribandır və onları məcbur etməz və məcbur etdiyi şeyə qarşı da onları əzablandırmaz. Bu cümlə bu nəticəni çatdırır ki, yəni insanlar məcbur deyildirlər və əgər məcbur olarlarsa Allahın ədaləti sual altına gedər. Yəni bu cümlədən biz başa düşürük ki, Allah Teala çox mehribandır və heç vaxtı məcbur elədiyi işlərin qarşısında insanlardan sual çəkməz və insanlarda hər hansısa bir vəzifəni istəməz. Və həmçinin hədisin ardında İmam Sadiq əleyhissalam buyurur: Vallahu ə'az min ən yurid əmrən fəla yəkun. Allah Teala çox əzizdir, çox qüdrətlidir ki, hər hansısa bir şey istəyərsə, o olmaz. Yəni Allah Teala digər bir tərəfdən istədiyi şeydə olar. Bu da tam təfvizin və insanlara verilən ixtiyarın əleyhinədir. Yəni insanlar da tam şəkildə ixtiyar sahibi deyildirlər. Yəni belə deyildir ki, bütün işlər insanların ixtiyarına qoyulub və Allah Teala qüdrətdən kənarlaşdırılmışdır. Xeyr, Allah Teala qüdrətlidir, əzizdir və bu izzəti sayəsində istədiyi şeydə olar. Sual olunur İmam Sadiq əleyhissalamdan ki, ya İmam, görəsən bu iki həqiqətin arasında digər bir həqiqət mövcuddurmu? İmam buyurur ki, Nəəm, əvsə' mimma beynəs-səmai vəl-ərz. Nəəm, əvsə' mimma beynəs-səmai vəl-ərz. İmam buyurur ki, bəli, bu iki həqiqətin arasında, bu iki məsələnin arasında üçüncü bir həqiqət mövcuddur ki, yer və göy arasında olan fasilə qədərdir. Yəni görürük ki, nə insanlar məcburdurlar, nə tam ixtiyar sahibidirlər. Bunların cəm bir forması insanların
öhdəsinə buraxılmışdır. Mən əgər bu hissəni ola bilsin ki və belədir ki, ola bilsin ki, bu məsələ tamaşaçılar üçün tamamilə aydın olmasın və üçün dəqiq bir, zərif bir məsələdir və bu səbəbdən digər bir hədisdə İmam Sadiq əleyhissalam "Əvsə mimma beynəs-səmai vəl-ərz" cümləsini gözəl bir şəkildə bəyan edir. Yəni, yer və göy arasında olan fasilə qədər bir həqiqətdir ki, bu həqiqəti İmam digər bir hədisində buyurur ki, "La cəbrə və la təfvizə bəl əmrun beynə əmreyn." Bu cümlə bizi lazım olan həqiqətə çatdırır. Yəni, nə cəbirdir, nə insanlar məcburdur və nə tam ixtiyar sahibidirlər. Yəni, digər bir sözlə desək, nə Allah ədalətsizdir və nə qüdrətsiz. Yəni, həm Allah qadirdir və həm qüdrətlidir. Bunu da əlavə edək ki, hər bir şeyin də başında Allahın tövhidi dayanır. Bununla belə, nə tam insanlar məcbur və nə tam ixtiyar sahibidirlər. Bəlkə bu iki həqiqətin arasında bir böyük həqiqət mövcuddur ki, insanlar bu iki həqiqətin birləşməsindən hasil olan bir nəticəyə malikdirlər. Yəni, mən belə digər bir cümlə ilə bu sözü demək istəsək, bir çoxları belə düşünürlər ki, yəni insanlar bəzi işlərində məcbur, bu hədisin mənası bəzi düşüncələrin fikrinə görə belədir ki, insanlar bəzi işlərdə məcbur və bəzi işlərdə ixtiyar sahibidirlər. Əmrun beynə əmreyn, iki əmrin arasını bu cür təfsir edirlər ki, bəzən insanlar məcbur və bəzən, amma belə deyil. Belə deyildir ki, bəzən insanlar məcbur olsun və bəzən ixtiyar sahibi olsunlar. Xeyr, bəlkə insanlar tamamilə ixtiyar sahibidirlər və bu ixtiyarlıqları yəqin ki, vahid bir Allahın istiqaməti və yönəlməsi nöqteyi nəzərində istiqamətlənmişdir. Yəni, insanların ixtiyar və əməlləri yalnız o vahid həqiqətin istiqaməti yolunda yönəlmişdir. Bu bir həqiqətdir ki, həm tövhidi özündə cəmləşdirir, həm tövhidi özündə saxlayır və həm Allahın əsas olan ədalət sifətini tövhidlə yanbayana qoyur. Yəni, bunlar elə bir bu həqiqətlərə biz diqqət etməli və onları lazımınca yəqin ki, biz yalnız Quran, Peyğəmbər və Əhl-i Beytdən öyrənə bilərik. Ona görə biz görürük ki, Allahın ədalət məsələsi insanlar üçün əsas bir mövzulardandır və həmçinin bu mövzu nə qədər böyük məsələlərə səbəb olmuş və nə qədər böyük söhbətlərə və nə qədər böyük söhbətlərlə nəticələnmişdir. Həmçinin mən digər bir hədisə İmam Rza əleyhissalamdan işarə etmək istərdim ki, bu da əsas bir məsələdir ki, İmam Rza əleyhissalam öz hədisində buyurur ki, İnna Allaha əzzə və cəlləm yutəb ikrahin. Allah Teala, mən istərdim ki, bu cümləni İmam Rza əleyhissalamın olan bu hədis tamamilə ərəbisində olmuş olsa oxuyum ki, bunlar lazımı və həqiqi mənaya bizi çatdırmaqda lazımlıdır. İmam Rza əleyhissalam buyurur ki, İnna Allaha əzzə və cəlləm yutəb ikrahin. Allah Teala məcburiyyətlə itaət olunmamışdır. Və ləm yu'sə bi qələbətin və bəndələrin günahı Allaha qalib gəlmək, zəfər çalmaq deyildir. Və ləm yuhmilil ibadə fi mulkihi huvəl maliku lima məlləkəhum. Və belə də deyildir ki, Allah Teala hər bir şeyi insanların ixtiyarına buraxmış və belə də deyildir ki, Allah Teala insanları vəzifəsiz və təklifsiz buraxmışdır. Yəni, bütün insanlara vəzifə vermiş, təklif vermiş, əməllər tapşırmış və onların sayəsində onlara ixtiyar vermişdir ki, hər hansısa bir yoldan birini özləri üçün seçsinlər. Yəni, İmam Rza əleyhissalam buyurur ki, vələm yuhmilil ibadə fi mulkihi huvəl maliku lima məlləkəhum vəl qadiru ala ma aqdərəhum. Yəni, Allah Teala öz bəndələrinə vəzifə və təklif vermiş, halbuki özü də böyük qüdrətdən kənar deyil və hakimiyyətdən kənarlaşdırılmamışdır. Hədisin ardında İmam Rza əleyhissalam buyurur,
Fe in itemerel ibad bi taatihi lem yekunillah anha sadden ve la minha mani'an. İmam buyurur ki, əgər hər hansısa bir bəndə bir itaət edərsə, əgər hər hansısa bir bəndə itaətkarlıq edərsə, Allah Taala onun qarşısını almaz. Və in itəbərə bi məsiyyətin fəşaə ən yəhule beynəhum və beynə zalik. Və əgər hər hansısa bir bəndə günah edərsə, ola bilər ki, Allah Taala onun üçün bir maniə yaratsın ki, o günahdan uzaqlaşsın. Çünki Allah Taala bütün insanlara mehribandır. Yəni hər hansısa bir insan günah edərsə, ola bilər ki, Allah Taala onun qabağını alsın. Və əgər almazsa, İmam axırda buyurur ki, və in lem yahul və fəalu fəleysə huvəllazi ədxələhum fih. Və əgər Allah Taala insanlar günah edən zaman onların qabağını almazsa, bu demək deyildir ki, bütün günahlar Allahın boyundadır. Xeyr, bütün günahlar hər bir kəsin öz boyundadır. Yəni, biz bu hədisin məzmunundan belə başa düşürük ki, əsas bir neçə cümlə burada mövcuddur. Bütün cümlələr yəni əsasdır. Bizim mövzumuza aid olan əsas bir neçə cümlə burada mövcuddur ki, onu tamaşaçıların diqqətinə çatdırmaq istərdim ki, bundan ibarətdir ki, İnnallahə ləm yutəbi ikrahin. Allah Taala məcburiyyətlə itaət olunmaz və ləm yu'sə bi qələbətin. Və günahkarların da günahı ona zəfər çalmaq deyildir. Yəni, insanlar nə məcburdular və nə tam ixtiyar sahibidirlər. Bununla hədisdən biz nəyi başa düşürük? Ləm yutəbi ikrahin, yəni insanlar məcbur deyildirlər və belə deyildir ki, məcburi şəkildə insanlar Allaha itaət etsinlər və əgər məcburi şəkildə Allaha itaət olunarsa, Allah Taalanın ədalət sifəti sual altına düşür və əgər digər bir cümləsindəki buyurur və ləm yu'sə bi qələbətin və insanların günahı Allaha qələbə çalmaq və zəfər etmək deyil. Bu da demək deyildir ki, Allah Taala qüdrətdən kənarlaşdırılmışdır. Yəni, heç bir qüdrətə malik deyildir. Xeyr, bəlkə günahlar hər bir kəsin öz boyuna öz ixtiyarı ilədir. Yəni, digər bir tərəfdən bu demək deyildir ki, insanlar heç bir ixtiyara malik deyildirlər. Əgər günah edirlərsə, özlərinin boyundadır. Mən bu cümlə haqqında digər bir Əbu Həmzə-i Sumalinin duasından bir stata, bir cümləyə işarə etmək istərdim ki, ola bilsin ki, bizim söhbətimizi dəqiqləşdirsin. Yəni, ibadətkarların və itaətkarların zinətlisi və Peyğəmbərin əhl-i beytinin 5-ci ulduzu İmam Səccad əleyhissalam Əbu Həmzə-i Sumali duasında buyurur, Huvəl-ləzi, İmam buyurur, Ləl-ləzi əhsənə istəğna ən avnikə və rəhmətik və ləl-ləzi əsaə və ctərəə və ləm yurzikə xərəcə ən o qudrətik. İlahi, belə deyildir ki, hər kim yaxşı iş görürsə, sənin qüdrətindən kənarlı, sənin qüdrətindən İlahi, belə deyildir ki, hər kimsə yaxşı bir iş görürsə, sənin köməyindən və rəhmətindən uzaqlaşmışdır. Və belə də deyildir ki, hər bir kəs günah edərsə, sənin qüdrətindən xaricdir. Yəni, biz bu cümlələrdən həqiqəti demək olar ki, başa düşür və həqiqətə tərəf istiqamətlənirik ki, yəni insanlar əgər yaxşı işdə görərlərsə, yəqin ki, bu yaxşı işləri öz ixtiyarları ilədir və bu ixtiyar Allahın istiqamət yolundadır. Və həmçinin günah edərlərsə, bu da Allahın öhdəsinə deyil və insanların öz ixtiyarı ilədir və insanların qüsurundan və çatışmamazlığından irəli gəlmişdir. Bu səbəbdən görürük ki, Allah Teala Quranda da buyurur ki, ma əsabəkə min həsinətin fəmin Allah və ma əsabəkə min səyyətin fəmin nəfsik. Hər nə yaxşılıq edirsənsə Allahdandır və hər nə pislik edirsənsə, ey insan, sənin özündəndir və özünə qayıdır. Görürük ki, biz hədislərdə, rəvayətlərdə nə qədər bu məsələyə böyük əhəmiyyətlə yanaşılmışdır. Yəni, rəvayətə və İmam Rza əleyhissalamın hədisinə biz diqqət etsək, görək ki, digər bir dərəcə mən bu hədisə də işarə edim və söhbətimi tamamlayacağam ki,
Digər bir hədisdə İmam Rıza əleyhissalamdan soruşulur ki, doğrudan da bütün bəndələr öz başına buraxılmışdır. İmam Rıza əleyhissalamdan soruşulur ki, görəsən Allah Taala bütün işləri öz bəndələrinə tapşırmışdır. İmam cavabında buyurur ki, Allahu əz min zalik. Allah çox əzizdir bu işdən, çox böyükdür, çox qüdrətlidir. Yəni Allah Taala belə deyil ki, bütün işləri öz bəndələrinə tapşırsın. Və digər bir tərəfdən İmam Rıza əleyhissalamdan soruşulur ki, görəsən bəndələr günaha məcburdurlarmı? Yenə imam cavabında buyurur ki, Allahu a'dəl və əhkəm min zalik. Allah Taala çox adil və çox həkimdir. Yəni biz bu rəvayətlərdən, bu hədislərdən belə nəticə alırıq ki, insanlar məcbur deyildirlər. Çünki Allah Taala adil və həkimdir və insanlar tam ixtiyar sahibi deyildirlər. Çünki Allah Taala mehriban, əziz və qüdrətlidir. Bununla biz nəticə alırıq ki, Allahın tövhidi və onun yanında onun sifətləri insanın sifətləri və xüsusilə ədalət sifəti ki, bütün sifətlərin demək olar əsası kimi hesablanır. İnsanın ixtiyar sahibi olmasına və məcburi olmamasına işarə edir və nəticədə Allahın ədalət sifətində bizim üçün Allahın ədalət sifətinin nə qədər əhəmiyyətlə və tövhidlə yanaşı olmasını bizim üçün çatdırır. Söhbətimizi burada tamamlayıram və gələn söhbətlərdə bir daha Allahın ədalət mövzusunda olan digər məsələləri işarə edəcəyik və lazım olan sualları cavablandıracaq inşallah. Hələlik isə mən sizinlə sağollaşıram və hamınızı Allaha tapşırıram. Sağ olun, sağlıqla qalın. Allahümme salli ala Muhammedin